Salam, bugün sizə 11-ci sinif dərsində olan mikrobiyologiya bölməsi haqqında məlumat verəcəm. Birinci dərsimiz mikroorqanizmlər. Biz bilirik ki, mikroorqanizmlər kiçik olduğuna görə onlar adi gözlə bəzi mikroorqanizmlər adi gözlə görsənə bilmir. Və mikroorqanizmlər mikroskopik canlılar hesab olunur məhz buna görə. Lakin onlar mikroskopik canlılar olduğuna baxmayaraq, bilirik ki, maddələr dövranında mühüm xüsusiyyətə, mühüm funksiyaları yerinə yetirən canlılar hesab olunur. Biz mikroorqanizmlərə 4 aləmdən 4-ündə də rast gələ bilərik. Yəni bitkilərdə, bakteriyalarda, göbələklərdə, heyvanlar aləmində də mikroorqanizmlərə rast gəlinir. Və mikroorqanizmlərin hüceyrəvi quruluşu olanlar və hüceyrəvi quruluşu olmayan deyərək iki qrupa bölürlər. Hüceyrəvi quruluşu olmayanları viruslar, hüceyrəvi quruluşu olanlar özləri prokaryotlara və eukaryotlara bölünür. Prokaryotlara bilirik bakteriyalar, eukaryotlara bitkilər, göbələklər və heyvanlar aləmi daxildir. Biz burada 2 rəqəmini buraya yaza bilərik. Virusdur, bakteriofag virusudur, DNT tərkibli virusdur. 5 rəqəmini prokaryotlara, 1, 4, 3 rəqəmini isə eukaryotlara daxil etmiş olarıq. Mikroorqanizmlərin adi gözlə görülmədikdə onların haqqında əvvəlki illərdə məlumat çox az idi. Daha sonra elm texnikanın inkişaf etməsi ilə əlaqədar olaraq artıq mikroorqanizmlər haqqında məlumata geniş sahibdilər. Məsəl üçün viruslar dedik ki, hüceyrəvi quruluşu olmayan viruslar hüceyrə daxili parazitdilər və viruslar bilirik ki, zülallardan, üzvü maddələr olan zülallardan və nuklein turşularından təşkil olunmuşdur. Amma nuklein turşuların hər ikisinə birlikdə həm RNT-yə, həm DNT-yə viruslarda rast gəlinməz. Yalnız ya DNT tərkibli viruslar var, ya da RNT tərkibli viruslara rast gəlinir. Biz keçmişdik ki, DNT tərkibli viruslara bakteriofaglar, adenoviruslar, çiçək xəstəliyi törədən virusları misal göstərə bilərik. RNT tərkibli isə hepatit A, hepatit C, hepatit D, hepatit B DNT tərkibli viruslara aid edilmişdir. Digərləri isə RNT tərkibli viruslardır. Hətta koronavirus da RNT tərkibli viruslara aid edilir. Biz bilirik ki, viruslar ətraf mühitdə kənarda kristal formasındadır. Onlar yəni müstəqil şəkildə qidalanmaq, çoxalmaq, maddələr mübadiləsi həyata keçirmək kimi xüsusiyyətlərə malik deyildir. Mütləq şəkildə onların qidalanması üçün çoxalması digər bir canlı hüceyrəyə daxil olduqda baş verir. Yəni virusların çoxalması, onların qidalanması, xəstəliklərin törətməsi mütləq canlı bir mühit lazımdır. Nə qədər qidalı bir mühit olsa da, biz ora viruslar daxil etsək, orada viruslar qidalanmaz, çoxala bilməz, saylarını artıra bilməz. Mütləq həmən o qidalı mühitə canlı hüceyrə daxil etsək, orada viruslar çoxalmaq qabiliyyətinə malik olarlar. Lakin qidalı mühitə biz bakteriyaları əlavə etsək, orada canlı hüceyrə olmasa, əlverişli mühit olan qidalı mühitə bakteriyalar əlavə etsək, bakteriyalar rahatlıqla öz saylarını artıra bilərlər. Və biz dedik ki, viruslar mikroskopik idi və viruslardan əlavə hüceyrəvi quruluşa malik olan prokaryotlar və eukaryotlardır ki, bunlar da dedik ki, 4 aləmdə də rast gəlinən mikroskopik mikroorqanizmlərə rast gəlinir. Onlar çox kiçik olub, hətta bunlar içərisində ölçüsü 0,1, 100 mikrokilometrdən az olan ölçüsü olan nümayəndələrinə də rast gəlmək mümkündür. Bu şəkillərə diqqət yetirməliyik. Yəni bir hüceyrəli göbələk, bir hüceyrəli heyvan, bir hüceyrəli bitki olan xlamidamonadadır bu 4 rəqəmi ilə göstərilən. Bir hüceyrəli heyvan aidi A növü göstərə bilərik, 5 rəqəmi ilə göstərilib. 3 rəqəmi ilə göstərilən bir hüceyrəli maya göbələyini misal göstərə bilərik. 1 rəqəmi ilə virusdur, koronavirusu deyə bilərik, RNT tərkiblidir. 2 rəqəmi ilə bakteriyanı misal göstərə bilərik. Yəni bu canlıların 4 aləmin 4-ündə də biz mikroskopik mikroorqanizmlərə rast gəlmiş olarıq.
və mikroorqanizmlər özləri karbon və azot mənimsəməsinə görə iki qrupa bölünür. Qidalanmasına görə, məsəl üçün, karbon mənimsəmə xüsusiyyətlərinə görə avtotroflara, heterotroflara, azot mənimsəməsinə görə isə aminoavtotroflara və aminoheterotroflara bölünür. Əzbər bu hissəni bilmək lazımdır. İndi avtotroflar özləri üzv maddə sintez etmək üçün qeyri-üzv birləşmələrdən, yəni əsasən torpaqdan olan sudan və havada olan karbon qazından istifadə edərək üzv maddə sintez edirlər ki, bunlar avtotroflardır. Heterotroflar isə özləri karbon mənbəyi kimi üzv maddələrdən istifadə edir. Dedik ki, bir də azot mənimsəmə xüsusiyyətinə görə aminoavtotroflar zülaz sintez etmək üçün, üzv maddə sintez etmək üçün havadakı olan azot mənbəyindən və yaxud da amonium duzlarından istifadə edir. Heterotroflar isə, aminoheterotroflar isə onlar azot mənbəyi kimi amin turşularından və zülallardan istifadə edə bilər. Diqqət, bunları mütləq şəkildə əzbər bilməliyik. Yəni, karbon mənimsəməsinə görə avtotrof canlılar hansılardır? Hansı üzv maddələrdən istifadə etdi? Heterotroflar hansı üzv maddələrdən? Karbon mənbəyi kimi üzv maddələrdən. Aminoavtotroflar zülaz sintez etmək üçün azotdan və havanın azotundan. Aminoheterotroflar isə amin turşuları və zülallardan istifadə edir. Mikroorqanizmlərin kimyəvi tərkibində bilirik ki, üzv maddələr və qeyri-üzv maddələrdən təşkil olunmuşdur. Burada vacibdir. Bu hissəyə də diqqət yetirməliyik. Deyirik ki, biz məsəl üçün zülallar bilirik ki, inşaat, energetik, nəqliyyat, hərəkət, bir çox və müdafiə, fermentativ bir çox funksiyaları yerinə yetirir. Bax, burada diqqət yetirməli olan məqam karbohidratlar əsasən polisaxaridlər şəklində olurlar. Yəni, bilirik ki, karbohidratlar polisaxaridlər şəklində olur mikroorqanizmlərin tərkibində. Bundan əlavə polisaxaridlərə hüceyrə divarı ilə əlavə sitoplazmada nişastaya və glikogenə də rast gəlinir. Deməli, karbohidratlar əsasən polisaxaridlər şəklində hüceyrə divarının tərkibində, bundan əlavə olaraq sitoplazmada nişasta və glikogenə də rast gəlinir. Digər lipidlərdir ki, diqqətli olaq. Lipidlər turşuya davamlı bakteriyalarda daha çoxdur ki, onlar da əsasən energetik funksiyasını daşıyır. Nuklein turşuları da bilirik ki, ribosomun tərkibində. Biz bilirik ki, ribosom zulaldan və ribosom erintisindən təşkil olunmuşdur. Xromosom isə zulaldan və DNT-dən ibarətdir. Qeyri-üzv maddələr. Qeyri-üzv maddələr su və sərbəst birləşmiş şəkildə bütün hüceyrə struktur elementlərinin bilirik ki, 80-85%-ni su təşkil edir. Bax, bu hissəni qrafiki əzbər bilməliyik. Bütün canlıları öyrənən bilirik ki, elm sahələri olduğu kimi, mikroskopik canlıları öyrənən elm sahəsi də mikrobiologiya adlanır. Mikrobiologiya. İndi bu cədvəli tamamlayın. Burada diqqət yetirək. Nə prokaryotlarda və eukaryotlarda hansı xüsusiyyətlər vardır? Diqqətli olaq. Nüvə membranı bilirik ki, prokaryotlarda yoxdur, eukaryotlarda var. Nüvəcik prokaryotda yox, eukaryotda var. Xromosom hər ikisində var. Plus qoyarıq. Mitoz bölümü prokaryotlarda yox, eukaryotlarda var. DNT hər ikisində var. Ribosom hər ikisində var. Mitoxondri prokaryotlarda yoxdur, eukaryotlarda var. Lizosom eukaryotlarda var. Lizosom Golgi kompleksidir, endoplazmatik şəbəkədir, eukaryotlarda var. Yəni biz bilirdik ki, hüceyrə orqanoidləri membranlı və membransız olurdu. Membranlı orqanoidlərin heç biri biz bilirik ki, prokaryotlarda rast gəlinmirdi. Yalnız ribosoma, membransız orqanoidına ribosoma rast gəlinirdi. Və membranlı orqanoidlərdə bir membranlı və iki membranlı orqanoidlərdir ki, onların heç biri prokaryotlarda rast gəlinmir. Mikrobiologiya elminin şöbələri. Mikrobiologiya elminin, məsəl üçün, bakteriologiya bakteriyalar haqqında elmdir, mikologiya göbələklər haqqında elmdir, parazitologiya parazit qurtlar haqqında olandır, viruslar isə parazit qurtlar haqqında yox, yanlış burada cümlə oldu. Parazitlərin törətdiyi, yəni parazitlər haqqında olan elmdir. Parazit təkcə təbii ki, qurtlar deyil. Virusologiya isə viruslar haqqında olan elmdir.
Mikrobiologiya elmi mikroorqanizmlərin quruluşunu, funksiyalarını, həyat fəaliyyətlərini öyrənir və mikrobiologiya elmi iki qrupa bölünür. Ümumi və yaxud da təməl mikrobiologiyası və yaxud da xüsusi mikrobiologiya. Xüsusi mikrobiologiyanın isə bir çox şaxələri vardır. Tibbi mikrobiologiya, sanitar mikrobiologiya, baytarlıq mikrobiologiyası, agromikrobiologiya və sənaye mikrobiologiyası. Təbii ki, bunlar haqqında da bilməliyik. Ümumi və yaxud da təməl mikrobiologiyası sanki mikroorqanizmlərin formasını, quruluşunu, onlarda gedən maddələr mübadiləsini, qidalanmasını, çoxalmasını, onların olan irsi dəyişkənlikləri, ekologiyasını öyrənir. Deməli, fiziologiyasını, anatomiyasını, ekologiyasını, onlarda baş verən irsi dəyişkənliyi öyrənir. Ümumi və yaxud da təməl mikrobiologiyası. Xüsusi mikrobiologiyanın isə ayrı-ayrı şöbələri var. Məsəl üçün, agromikrobiologiya torpaqda olan mikroorqanizmləri öyrənir. Bitkilərin qidalanması, torpağın münbütlüyü, formalaşmasında mikroorqanizmlərin rolunu öyrənir. Sənaye mikrobiologiyası antibiotiklərin, fermentlərin, vitaminlərin, bilirik ki, indi elm texnika inkişaf edibdir və biz indi keçəcəyik biotexnologiya elmində sənaye mikrobiologiya sayəsində bir çox fermentlərin, bir çox sularların, bir çox vitaminlərin sintezinə nail olunmuşdur. Və sənaye mikrobiologiyası ona görə biotexnologiya elmi ilə sıx əlaqədardır. Baytarlıq mikrobiologiyası isə heyvanlarda xəstəlik törədən mikroorqanizmlər və onların məhv etmə üsullarını öyrənir. Ümumi və yaxud da təməl mikrobiologiyasını dedik. Tibbi mikrobiologiya isə insanda xəstəlik törədən mikroorqanizmləri öyrənir və tibbi mikrobiologiyanın bir şaxəsi də sanitar mikrobiologiyadır ki, insanda həmin o xəstəlik törədən mikroorqanizmləri müəyyən edir və o yoluxucu xəstəliklərin aşkar edir. Həmin bu yoluxucu xəstəliklərin qarşısının alınmasının profilaktik tədbirlərini öyrənir. Bu da mikrobiologiya elminin şöbələri haqqında. Mikrobiologiya elminin digər bir şöbəsi də immunologiyadır ki, immunologiya orqanizmin daxili mühitin sabitliyini qoruyan immun sisteminin struktur və funksiyalarını öyrənən elmdir. Müasir elmlərdən hesab olunur immunologiya elmi. Qara malda taun törədiciləri və ona qarşı profilaktik tədbirləri öyrənən baytarlıq deyə bilərik. Bakteriyaların quruluşu və çoxalmasını təbii ki, ümumi mikrobiologiyadır. Üzvü gübrələrin torpağa payızda verilməsi agromikrobiologiyadır. Orqanizmlərin daxili mühitinin sabitliyinin qorunması immunologiyadır. Malyariya xəstəliyi və ona qarşı profilaktik tədbirlər törətməsi bu sanitar mikrobiologiyadır. Vərəm xəstəliyinin xüsusiyyətləri tibbi mikrobiologiyadır. Həm vərəm xəstəliyinin xüsusiyyətlərini insanda çünki bu xəstəlik törədilir. Vərəm təbii ki, vərəm xəstəliyi heyvanlarda da var, qara malda da var vərəm xəstəliyini bakteriyalar tərəfindən törədilən. Bu həm onu tibbi mikrobiologiya öyrənə bilər, həm də xüsusi mikrobiologiya. Dezinfeksiya və sterilizasiya işləri sanitar mikrobiologiya, spirtə qıcqırmanın mexanizmi sənaye mikrobiologiyası, bakteriyofagların hüceyrəyə daxil olma mexanizmini, yenə deyirəm, onların quruluşu, onların fiziologiyasını öyrənən xüsusi mikrobiologiyadır. Üzvü maddələrin minerallaşmasında bakteriyaların rolu bu yəni agromikrobiologiya ola bilər. Bəli, sonuncu. Mikroorqanizmlərin ətraf mühiti və torpağın mikroflorası. Ən vacib olan hissələri deyirəm dərsdə sizə olan. Biz bilirik ki, təbiətdə mikroorqanizmlərin əksəriyyəti saprofitdir, lakin bunların bəziləri xəstəlik törədən nümayəndələrinə də var. Və torpaq mikroorqanizmlər üçün ən yaxşı mühitdir ki, onlar orada daha yaxşı yaşayır və əlverişli bir mühitdir. Və mikroorqanizmlərin torpaqda
sanitar göstəricisini müəyyən etmək üçün 1 qram torpaqda 1 qram torpaqda bağırsaq çöplərinin miqdarını bilməklə biz 1 qram torpaqda nə qədər bakteriya olduğunu müəyyən edə bilərik. Və burada qrafikimiz var ki, bilirik ki, yenə deyirəm, torpaqda üzvü və mineral maddələr çox olduğuna görə, rütubətli mühit olduğuna görə burada bakteriyaların da, bir çox mikroorqanizmlərin, hətta bəzi qurdların da yaşaması üçün optimal bir yerdir. Və torpağın mikroflorasına baxsaq bu qrafikə bilirik ki, 5-20 sm dərinlikdə daha çox olurlar, lakin onlar dərinliyə getdikcə azalır və 1 metr dərinlikdə isə minimum olur. Maksimum burada qrafikə baxsaq görərik ki, 10 sm dərinlikdə ən yüksək səviyyədə daha çox olur. Ortada olan 10 sm dərinlikdə mikroorqanizmlərin miqdarı çox olur. Deməli, 5-20 sm dərinlikdə daha çox olurlar, 1 metr dərinlikdə isə minimuma enir. Və torpaqda bir çox bakteriyalardan əlavə azot fiksə edici bakteriyalar, azot fiksə edici bakteriyalar özü bilirik ki, 2 qrupa bölünür. Nitrifikasiya, denitrifikasiya bakteriyaları. Nitrifikasiya bakteriyaları əslində məsəl üçün azotu nitrit turşusuna, daha sonra nitrat turşusuna qədər birləşmələr əmələ gətirir. Denitrifikasiya bakteriyaları isə əslində sərbəst azotu xaric, yəni HNO3 nitrat turşusunu azota qədər parçalayır. Bundan əlavə selüloza parçalayıcı bakteriyalara, göbələklərə, şibyələrə, hətta bir sıra iptailərə də təsadüf etmiş olarıq. Və biz də bilirik ki, torpaqda məsəl üçün yaşayan, torpaq vasitəsilə insana yoluxan qurdlar, insan askariti, ankilostomanı deyə bilərik ki, onlar geoelementlər idi. Mütləq onların inkişafı, yumurtası torpağa, əlverişli torpağa düşüb, müəyyən bir müddət 2-3 həftə yumurta içərisində sürfə və yaxud da sürfəli yumurtaya çevrildikdən sonra biz həmən o insan askaritinə, ankilostoma qurdlarına yoluxmuş olardıq. Geoelementlər əsasən yenə deyirəm, torpaqdan keçənlər geoelementlər hesab olunurdu. Bundan başqa bakteriyaların sporları torpaq vasitəsilə keçən xəstəliklər və bu hissədə diqqət olunub. Bunlar misal göstərmək olar, yaralı nahiyələrə daxil olur torpaq vasitəsilə tetanus, qızılı qanqrenanı misal göstərmək olar. Botulizmin törədicisi isə torpaqdan tərəvəz və meyvələrə, eləcə də qida vasitələri ilə insana keçə bilər. Burada diqqətli olaq, botulizm törədiciləri bakteriyalardır. Öncə bunlar anaerob bakteriyalar olur, daha sonra aerob bakteriyalar olur və botulizm törədiciləri dedik ki, torpaqda meyvə və tərəvəzlər vasitəsilə keçə bilər. Hətta bundan əlavə ət vasitəsilə də insana botulizm xəstəliyi, botulizm keçə bilər. Yenə deyirəm, burada diqqətli bir də məqamımız budur ki, salmonellolar nədir? Salmonellolar spor əmələ gətirməyən çubuq şəkilli bakteriyalardır. Deyə bilərik ki, bütün bakteriyalar spor əmələ gətirir. Xeyr, bu fikir yanlış olar. Çünki spor əmələ gətirməyən bakteriyalar da vardır ki, bunlar salmonellolar adlanır və bilirik ki, bakteriyaların sporları çoxalmada iştirak etmir. Sadəcə əlverişsiz mühitdən qoruyucu funksiyasını yerinə yetirir. Suyun mikroflorasında da, suda da bilirik ki, bir çox canlılar yaşayır və suda diqqətli olaq. Bəzi bağırsaq mikroorqanizmləri də enterokoklar suda fəaliyyətlərini bir neçə gün saxladıkları halda bəziləri həftələrlə, aylarla davam edir. Və bilirik ki, su mənbələri öz-özünü tənzimləmə xüsusiyyətinə malikdir. Buna günəş şüaları böyük əhəmiyyət kəsb edir burada və açıq su hövzələrində, dənizlərdə, göllərdə, çaylarda torpaq mikroorqanizmlərinə daha çox rast gəlinir. Yəni açıq su hövzələrinə. Qurunç sularda mikroorqanizmlərə az rast gəlinir. Daha sonra açıq su hövzələrində mikroorqanizmlərə daha çox, özə torpaq vasitəsilə çirklənmə daha çox rast gəlinir. Su vasitəsilə yoluxan xəstəliklər buna tez düşmüşdür. Diqqətli olaq. Qarın yatalağı, dizenteriya, vəba, salminoz və s. kimi xəstəliklər su vasitəsilə yoluxan xəstəliklərdir. Yenə deyirəm, qarın yatalağıdır, dizenteriyadır, vəbadır, salminozdur.
Hətta burada diqqətli olaq, vəba xəstəliyi vaxtilə su ilə yayılmış və vəba xəstəliyi pandemiyalara da səbəb olmuşdur. Və suyun da mikroflorasında 1 mm suda bağırsaq çöplərinin sayı 100-dən artıq olmamalıdır. Buna diqqətli olaq. Bir də suda aqronoleptik nə deməkdir? Sadəcə əlavə olaraq deyirəm, vacib olan sizə deyil. İy, dad, rəng, bulanlıq göstəricisi deməkdir. Yenə bağırsaq mikroorqanizmlərə zəngin olanlar, bunlar açıq su hövzələridir ki, çünki onlar açıq su hövzələridir. Qurun sularında mikroorqanizmlərin miqdarı ən azdır. Daha çox mikroorqanizmlərlə rast gəlinir. Bu da yenə axar sularda ola bilər, açıq su hövzələri də ola bilər. Burada məsəl üçün bağırsaq mikroorqanizmlərə zəngindir. Onda bura axar su hövzələrini deyərək bağırsaq mikroorqanizmlərə zəngindir. Daha çox torpaq mikroorqanizmləri rast gəlinir, açıq su hövzələrini misal deyə bilərik. Atmosfer havasının mikroflorası havadakı mikroorqanizmləri öyrənən elm sahəsi isə aeromikrobiologiya şöbəsi adlanır ki, o xüsusi olaraq aero hava deməkdir. Yəni havadakı mikroorqanizmləri öyrənən elm sahəsi aeromikrobiologiya adlanır. Və biz bilirik ki, havada göbələklərə, bakteriyalar sporlarına, vərəm çöplərinə də rast gəlinir və hətta onlar vərəm çöpləri uzun müddət yaşamaq, həyatilik qabiliyyətini saxlamağa malik olanlardır. Bundan başqa havada aktinomisetlərə, kif göbələklərinə və koklara da rast gəlmək olar. Yadınızda qalsın ki, kok bakteriyaları kürə şəkilli bakteriyalardır və ən kiçik bakteriyalar hesab olunur. Hava şəraitindən asılı olaraq havanın mikroflorası dəyişir. Yəni yadınızda qalsın, küləkli havada mikroorqanizmlərin sayı artır və torpaq mikroflorasına yaxın olur. Lakin yağışlı havada mikroorqanizmlərin sayı isə azalır. Yenə deyirəm, hava şəraitindən asılı olaraq mikroflorası havanın dəyişir. Küləkli havada mikroorqanizmlərin sayı artır və torpaq mikroflorasına yaxın olur. Yağışlı havada isə mikroorqanizmlər azalır. Və atmosferin də əsas çirklənmə mənbəyi məhz torpaqdır. Bunu mütləq qeyd edək. Burada damcı vasitəsilə yoluxan xəstəliklər toz və damcı vasitəsilə ödən qrip, qızılca, göy öskürək, difteriya, vərəm xəstəliklərinin törədiciləri xəstə insanların yuxarı tənəffüs yollarından başqa bir insana keçə bilər. Hansı yolla? Damcı, qrip, qızılca, göy öskürək, difteriyanı misal göstərə bilərik. Havanın sanitar mikrobiologiyasını müəyyən etmək üçün iki üsuldan istifadə olunur. Çöktürmə və aspirasiya üsulunu misal göstərə bilərik. Bu hissələrə bir dənə diqqət etmək lazımdır. Çöktürmə üsulu zamanı havadakı mikroorqanizmlər qidalı mühitlərin səthindən mexaniki çöktürülür. Bu zaman mikrobların tərkibini müəyyən etmək olur. Yenə deyirəm, çöktürmə üsulu adı ilə əlaqədardır, yadda qalandır. Havadakı mikroorqanizmləri qidalı maddələrin səthinə çöktürmək lazımdır. Bu mikrobların tərkibini öyrənmək üçün tətbiq olunur. Aspirasiya üsulu zamanı isə qidalı mühitdən keçərək, hava qidalı mühitdən keçirilərək sovurulur. Bu zaman həm tərkibini, həm də sayını müəyyən etmək olar. Deməli, çöktürmə üsulu ilə yalnız tərkibini, amma aspirasiya üsulu isə aspirasiya üsulu vasitəsilə həm sayını, həm də tərkibini müəyyən etmək mümkündür. Qida məhsullarının mikroflorası biz diqqətli olaq, bax bu hissəyə diqqətli olaq. Mikroorqanizmlər özləri üçün lazım olan bütün elementləri, maddələri, yəni karbonu, azotu, mineral duzları, vitaminlərini, duz və suyu nədə tapır? Ətdə tapır. Deməli, mikroorqanizmlər üçün ən universal qidalı maddə məhz əti deyə bilərik. Əti misal göstərə bilərik. Burada da əsas bu hissəyə diqqət yetirin ki, vərəm, bruselyoz, qara yara kimi xəstəliklər xəstə heyvan əti vasitəsilə də yoluxa bilər. Vərəm, bruselyoz, qara yara və botulizmi dedik ki, bayaq torpaq vasitəsilə, meyvə və tərəvəzlər vasitəsilə, bundan əlavə qalpasa məlumatların vasitəsilə də botulizm xəstəliyinin törədiciləri insana keçə bilər. Bir də burada zooinfeksiyalar vardır ki, diqqətli olaq. Bruselyoz qızdırmasının törədiciləri xəstə heyvanlara süd ilə də
ötürülə bilər. Deməli, vərəm, bruselyoz, qara yara ət vasitəsilə, botulizm, yəni ət və meyvə tərəvəzlər vasitəsilə, qalpasa vasitəsilə, zooinfeksiyalara bruselyoz, qızdırmasının törədicilərini də misal göstərmək olar. Burada belə bir qrafik verib, hansı təzə balıq ətini düzgün saxlamadıqda mikroorqanizmlərin sayının dəyişməsini əks etdirir. Məhz A variantıdır ki, təzə balığı düzgün saxlamadıqda orada mikroorqanizmlərin yaşaması üçün ən ideal mühitdir. Çünki bayaq dedik ki, mikroorqanizmlər özləri üçün lazım olan bütün elementləri, bütün maddələri məhz ətdə tapır. Məhz bu balıq ətini də misal göstərə bilərik. Burada infeksiyon proseslərin gedişində mikroorqanizmlərin roludur. Yəni onların ilkin mərhələsi necə baş verir? Təbii ki, birinci sahib orqanizmlə onların yapışması mərhələsidir ki, öncə bura tarixi inkişafına desək, bax bu hissədə zəhmət olmasa diqqət eləyək. Mikroorqanizmlərin yaşamağa uyğunlaşması təbii seçmə mühüm rol oynamışdır. Yəni onların bilirik ki, yaşamaq uğrunda mübarizənin nəticəsində təbii seçmədir və təbii seçmə bunlar üçün mühüm rol oynamışdır mikroorqanizmlər üçün. Əvvəlcə mikroorqanizmlərin tarixi inkişafına baxsaq, ətraf mühitdə yaşama qabiliyyətini itirməyən parazitlər ətraf mühitdə tam yaşama qabiliyyətini itirməyən parazitlər, sonra ətraf mühitdə yaşama qabiliyyətini itirmiş və yalnız sahib orqanizmdə yaşayan parazitlər əmələ gəlmişdir. Daha sonra isə ancaq müəyyən toxuma və orqanlarda yaşamağa uyğunlaşmış növlər əmələ gəlmişdir ki, məsəl üçün bunlara malyariya xəstəliyinin törədicilərini deyə bilərik ki, qaraciyər və qan hüceyrələrini, bundan əlavə dizenteriya törədicilərini deyə bilərik. Dizenteriya törədiciləri bilirik ki, İnsanın yoğun bağırsağının epitel hüceyrələrinin daxilində çoxalır. Vəba törədiciləri isə nazik bağırsağın epitel hüceyrələrinin səthində çoxalmış olur. Bu hissələrə diqqət yetirək. Deməli, ilk dəfə ətraf mühitdə yaşama qabiliyyətini itirməmiş canlı parazitlər olur. Daha sonra ətraf mühitdə yaşama qabiliyyətini itirmiş, yalnız sahib orqanizmdə yaşayan parazitlər olur. Ən sonda isə yarananlar artıq toxuma və orqanlarda yaşamağa uyğunlaşmış parazitlər hesab olunur. Parazitlər özləri xarici mühitdə və orqanizmlərdə fəaliyyətinə görə 3 qrupa bölünür. Saprofitlər, mütləq patogenlər və şərti patogenlər. Burada saprofitlər nədir? Ətraf mühitdə və insan və heyvan orqanizmdə yaşayır, ancaq xəstəlik törətmir. Lakin şərti patogenlər adından da görsəndiyi kimi xəstəlik törətmə xüsusiyyətləri onlar üçün yaşama üsulu deyil. Lakin simbiyoz münasibətlər pozulduqdan sonra xəstəlik törədən canlılar şərti patogenlərdir ki, buna bağırsaq çöpünü misal göstərə bilərik. Mütləq patogenlər isə məsəl üçün elə vəbanı deyə bilərik, difteriyanı deyə bilərik, dizenteriya törədicilərini deyə bilərik ki, onlar həssas orqanizmlərə daxil olduqda mütləq şəkildə xəstəlik törədirlər. Çünki onlar orqanizmdən kənarda mühitdə yaşaya bilərlər. Amma mütləq şəkildə hər hansı bir sahib orqanizmə daxil olduqda xəstəlik törədən mikroorqanizmlər hesab olunur. Və burada bu hissə vacib dərslərdən biridir. Bu hissəyə diqqət yetirək. İnfeksiyon prosesin baş verməməsi üçün vacib şərtlərdən biri də patogen mikroorqanizmlərin olmasıdır. Bilirik ki, mikroorqanizmlər özlərindən infeksiyonlar, yəni toksinlər, toksin zəhər deməkdir, zəhər ifraz edərək sahib hüceyrələrinə daxil olurlar. Və ilk mərhələsi orqanizmlərin sahib hüceyrələrinə yapışması infeksiyon prosesin ilk mərhələsidir. Daha sonra sahib hüceyrənin səthinə yapışdıqdan sonra onlar artıq orada membranı zədələyərək xəstəlik törətməyi həyata keçirirlər. Amma lakin bəzi mikroorqanizmlərdə vardır ki, onlar sahib hüceyrəyə yapışmırlar. Yapışmayanlar isə yoluxma prosesi bu zaman baş vermir. Öncə yapışma prosesi baş verməlidir ki, yoluxma prosesi davam etsin. Bu hissədən də dedik, vəbanın törədiciləri nazik bağırsağın epitel hüceyrələrinin səthində, dizenteriya törədiciləri isə yoğun bağırsaq epitel hüceyrələrinin daxilində olur.
Burada infeksiyon proseslərin baş verməsində sahib orqanizmin rolu. Bu hissədə nəyə diqqət yetirməliyik? Xahiş edirəm bu hissəyə baxaq. Uşaq infeksiyaları. Uşaq infeksiyalarına hansı xəstəliklər aiddir? Qızılca, su çiçəyi, göy öskürək, skarlatina, epidemik parotit xəstəliklərini misal göstərə bilərik. Epidemik parotit qulaq tibi xəstəliyidir, yadınızda qalsın. Bunlar uşaq infeksiyalarıdır. Bir də sosial xəstəliklər var, belə yadımdakən deyim. Sosial xəstəliklərə vərəm, cüzam, sislis, bağırsaq infeksiyalarını da misal göstərmək olar. Yəni biz ayrı-ayrıqda seçməliyik. Uşaq infeksiyaları hansılardır, sosial xəstəliklər hansılardır. Yenə təkrar deyirəm, uşaq infeksiyalarına qızılca, su çiçəyi, skarlatina, epidemik parotiti misal göstərmək olar. Və biz də bilirik ki, yaşlı orqanizmlər, yaşlı insanlarda onlar infeksiyon xəstəliklərə qarşı dözümsüz olurlar. Buna səbəb olaraq onların sinir sistemi, endokrin və ümumi sistemlərinin vəziyyəti neyilir? Getdikcə zəifləməyə başlayır. Ona görə də onlarda xəstəliyin gedişi, yəni pnevmoniyanın gedişi adətən ağır tərzdə keçir ki, yaşla əlaqədar olaraq bilirik ki, timus vəzində müəyyən bir dəyişiklik baş verir və timus vəzində müəyyən bir dəyişikliklə əlaqədar olaraq limfositlərinin miqdarının, funksional aktivliyinin, həm də fakostor hüceyrələrin aktivliyinin azalmasıdır. Yəni limfositlərinin miqdarının və funksional aktivliyinin azalması ilə fakostor hüceyrələrinin aktivliyinin azalmasına səbəb olur. Bu uşaqlarda isə necə olur? 6 aya qədər infeksiyon xəstəliklərə qarşı dözümlü olurlar. Bunların səbəbi isə spesifik anticismlərin plasenta vasitəsilə anadan almalarıdır ki, ona görə uşaqlar 6 aya qədər infeksiyon xəstəliklərə qarşı dözümlü olurlar. İnsanda məsəl üçün depressiyalar, yorğunluq, stres immun sistemin də zəifləməsinə səbəb olur. Bundan əlavə olaraq endokrin sisteminin çatışmamazlığı, məsəl üçün biz şəkərli diabet xəstəliyində bilirik ki, insulin hormonunun az ifraz olunması və yaxud da ifraz olunmaması, maddələr mübadiləsi pozulur. Bu zaman fakostor hüceyrələrinin aktivliyi zəifləyir və belə insanlar irinli infeksiyaların törədicilərinə qarşı çox həssas olurlar. Yəni bilirsiniz ki, şəkər xəstəliyi olan insanlarda əllərinin hər hansı bir nahiyəsi yara əmələ gəldikdə istənilən bir nahiyədə həmin o yaranın tez sağalması mümkün olmur. Səbəb odur ki, orada fakostit hüceyrələrinin aktivliyinin zəifləməsinə səbəb olur. Digər burada hipofiz vəzinin ifraz etdiyi boy hormonunun, somatrop hormonunun çatışmamazlığı isə hansı vəzinin inkişafdan qalmasına səbəb olurdu? Bunu dəfələrlə demişik. Timus vəzinin inkişafdan qalmasına səbəb olurdu ki, immun reaksiyalarının zəifləməsinə gətirib çıxarırdı. Ümumiyyətlə bir qayda olaraq yadınızda qalsın, somatrop hormonu maddələr mübadiləsinin bütün növlərinin tənzimlənməsində mühüm əhəmiyyətli rol oynayır. Və burada da əlavə olaraq sosial xəstəliklər nə zaman baş verir? Keyfiyyətli qidalarla qidalanmadıqda, uzun müddət ac qaldıqda sosial xəstəliklər baş verir. Sosial xəstəlikləri isə yenə təkrar deyirəm, burada qeyd olunmuşdu dərsligimizdə bu hissədə qızılca, göy öskürək, su çiçəyi, skarlatinanı misal üzr istəyirəm. Sosial xəstəliklərə vərəm, cüzam, silis, bağırsaq infeksiyalarına misal göstərmək olar. Və bir də burada immunoglobin sintezinin zəiflənməsinə səbəb olur. Bundan əlavə olaraq ən diqqət yetirmək istədiyimiz bu hissədir. A vitaminin çatışmamazlığı fakostor hüceyrələrinin funksiyasını zəiflədir. Nəticədə dəridə və selekli qırşalarda iltihabi proseslər baş verir. B və C vitaminlərinin çatışmamazlığı vərəmə, difteriya, stafilokok, streptokok infeksiyalarına qarşı həssaslığı artır. Bundan başqa əlavə deyə bilərik ki, beri-beri xəstəliyi, skorbut, bu kimi xəstəliklərə qarşı həssaslıq artır. Yenə təkrar deyirəm, B və C vitaminlərinin çatışmamazlığı vərəmə, difteriya, stafilokok, streptokok, beri-beri, skorbut kimi xəstəliklərə qarşı həssaslığı artırmış olur. Və burada da hansı vəzinin ifraz etdiyi hormonca, təbii ki, hipofiz vəzinin ifraz etdiyi somatrop hormonunun çatışmamazlığı, timus vəzinin inkişafdan qalması və ümumi reaksiyalarının zəifləməsinə səbəb olur.
En son burada da bilirik ki isti vurma var insanda, soyuğun təsirindən insanda bir çox immunitet sistemi zəifləyir. Məsəl üçün uzun müddət isti şəraitdə qalmaq isti vurmaya səbəb olur ki, bu da bizim immun sistemimizin zəifləməsinə, mikroorqanizmlərin təsirinə qarşı müqavimətimizin azalmasına səbəb olur. Soyuğun da təsirindən təbii ki, mikroorqanizmlərə qarşı davamlılığımız zəifləyir. Məsəl üçün buna əsasən yuxarı tənəffüs yolları xəstəliklərinə misal göstərə bilərik. Soyuqla dəymənin törədiciləri adlandırılırdı. Belə bir təcrübə Louis Pasteur aparmışdır ki, Louis Pasteur qara yara törədicilərinə qarşı həssas olmayan toyuqların ayaqlarını suda soyuq vəziyyətdə saxlamış, onların xəstələndirməyə nail olmuşdur. Əlavə olaraq da burada infeksion xəstəliklərin yoluxmanın qarşısını almaq üçün bir çox tədbirlər vardır ki, bunlardan yüksək temperatur, quruma, şüa enerjisindən istifadə edilir. Məsəl üçün, yüksək temperaturda zülalları denaturasiya uğradaraq məhv edirlər. Bilirik ki, yüksək temperaturda zülallar denaturasiya uğrayır. Məsəl üçün, dönər denaturasiya var, dönməz denaturasiya var. Dönməz denaturasiya həyata keçirərək mikroorqanizmləri məhv edə bilərik. Quruma yolu ilə sitoplazmasının susuzlaşmasına səbəb ola bilər. Şüa enerjisi ilə